Salam dostlar, bugün sizlərə Windows 11-də ekrandakı faylın görünməz olmasını göstərəcəm. İlk öncə rename eləyib klaviatura da Alt işarəsini basaraq 0160 yığaraq adını görünməz edirik. Sonra onu seçərək say düyməni basaraq proposiyonu vururuq. Buradan customize vururuq və change ikonu vururuq. Buradan istədiyiniz ikonu verə bilərsiniz digər fayllara və yaxud da belə bu faylı, amma bu günləri sizə görünməz olanı seçəcəyik. Görünməz olanı seçirik, OK edirik, tətbiq edib vururuq. Yenidən OK edirik və gördüyünüz kimi həmin fayl yoxa çıxdı. Və istəsəz o birini də göstərdim. Həmin faylı seçirik. Yenidən sağ düymə edib olduğu kimi proposiyonu vururuq. Yenə customize girəcəyik. Change ikonu vuracağıq. Buradan həmin faylı istədiyiniz ikonu verə bilərsiniz. Fərqli görünməsini istəyirsə. Amma görünməz qalmasını istəyirsə, həmin boş işarəsini vurub tətbiq edib vuracağıq. Oldu, çox sağ olun, videoları bəyənin, kanala abunə olun, təşəkkürlər.